Gözünü bu ekrandan ayır və ətrafa bax. Hər şey dəyişib. Texnologiya, insanlar, sistemlər və sən bu dəyişimin tam ortasındasan. Sadəcə sənə aid deyilmiş kimi hiss edirsən. Zaman sıxılır və əvvəllər bir əsrdə baş verən dəyişiklik indi 10 ilə sığır. Dünya səni gözləmir və hazır deyilsənsə səni dərhal başqası ilə əvəz edir. Gündə 34 GB informasiya qəbul edirsən. Hər saniyə zehninə yeni xəbər, yeni video, yeni fikir daxil olur. Amma sən daha az düşünür, daha az qərar verir və daha az hiss edirsən. Məlumatın çoxluğu qərar yoxluğu yaradır. Çünki sən hər şeyi bilirsən, amma hara gedəcəyini bilmirsən. Bu zehni iflicin modern formasıdır. Dünya dəyişdikcə idarə etmə modelləri də dəyişir, qərarları alqoritmlər verir. Demokratiya yerini postdemokratiyaya verib və bu yeni dünya nizamı səni düşünmədən reaksiya verməyə vərdiş etdirir. Həqiqət reytinqlə ölçülür. Bir xəbərin doğru olub olmamasından çox onu neçə nəfərin paylaşdığı daha vacibdir. İqtisadi sistem dəyişir, kriptovalyutalar, DeFi sistemləri, intellektual mülkiyyət indi kapitalın yeni formasıdır. Sabit maaş anlayışı itir, frilanserlik və brend kimliyi önə çıxır. Nə işlə məşğulsan sualı artıq arxaik səslənir. Əvəzində səni niyə izləyək sualı aktuallaşır. Süni intellekt yazır, düşünür, hətta dizayn edir. Sən yazmağa başlayırsan, amma AI sən başlamamış tamamlayır. Sənin düşünməyə çalışdığın ideyanın 10 müxtəlif versiyasını o saniyələr içində təklif edir. Əgər sən öz düşünmə sisteminə malik deyilsənsə, hər an əvəz ediləcək bir elementsən. Yəni imkanlar da çoxalıb, təhlükələr də böyüyür. İnsanlararası münasibətlər dəyişir, onlayn olaraq birlikdədirlər, offlayn olaraq tənhalaşırlar. Hər kəs özünə mən kiməm sualından çox mən kənardan necə görünürəm sualını verir. Fiziki toxunuşlar, real münasibətlər, emosional bağlılıq zəifləyir. Əvəzində isə izləyici sayı, layıqlar və görüntülənmə dəyərləri yüksəlir. Rəqəmlərlə qidalanırsan, amma ruhun ac qalır. Mədəniyyətin özü belə bünövrədən silkələnir. Sənət, ədəbiyyat, musiqi təkamül etmir, partlayır. Mədəniyyət artıq sənətkarlar tərəfindən deyil, hər kəs tərəfindən yaradılır və keyfiyyətsiz yaradılır. Artıq estetik dəyərlər yox, viral olma potensialı əsas göstəricidir və bu yarışda sürət keyfiyyəti əvəz edir. Hər şey daha tez, daha sadə, daha kliklənən olmalıdır. Bu da səni seçim qarşısında qoyur. Ya sən də izlənən kontent olacaqsan, ya da öz dəyərini qoruyaraq fərqlənməyi bacaracaqsan. Psixologiya ticarətə çevrilib. Travmalar şəfa üçün deyil, trend üçün danışılır. Nəticədə həqiqi şəfa axtaranların beyni qarışır və yorulurlar. Amma eyni zamanda bu dövr insanın daxili gücünü oyatmaq üçün gözəl fürsətdir. Ənənəvi ideologiyalar yoxa çıxır, fərdi həqiqətlər yüksəlir. Hamı öz daxili fəlsəfəsini axtarır, amma çoxu bu həqiqətin yerində boşluq tapır. İmkanlar çoxalıb, amma istiqamət azalıb. Hər şey edə bilərsən, amma nə edəcəyini bilmirsən. Əgər bu qədər dəyişimin içində sən hələ də köhnə həyat modelinlə yaşamağa çalışırsansa, deməli sən dünya ilə ayaqlaşmırsan, dəyişən deyil, dəyişdirilən olursan və bunu hiss etmirsən. Dəyişimə tabe olmaq yox, dəyişimdən faydalanmaq istəyirsənsə, NAT bu yolun başlanğıcıdır. Fikirləriniz çox dəyərlidir.